3x plus 4 beraberdir 2 vurulsun x minus 1 minus 3 beraber minus 3 tənliyini həll edin. Tənliyin sağ tərəfində mötərizəni vurub açacaq. Deməli 3x plus 4 bərabərdir 2x minus 2 minus 3. Dəyişənləri bir tərəfə keçirsək 3x minus 2x bərabərdir mənfi 5 çıxılsın 4. X bərabərdir mənfi 9. Cavab C-dir. Fx bərabərdir 3 sinus x üstəgəl k kosinus x funksiyasının qiymətlər çoxluğuna daxil olan ən böyük ədəd kök adda 12 olarsa k-nın kiçik qiymətini tapın. Bu funksiyanın ən böyük qiyməti kök altında 3-ün kvadratı üstəgəl k kvadrat olduğundan bu ifadə bərabərdir kök adda 13 olar. Buradan 9 plus k kvadrat bərabərdir 13. K kvadrat bərabərdir 4. K bərabərdir plus minus 2. K-nın kiçik qiyməti mənfi 2. Cavab B. Perimetrləri cəmi 54 cm olan iki oxşar çoxbucaqlının uyğun tərəfləri nisbəti 1/8 olarsa kiçik çoxbucaqlının perimetrini tapın. Bilirik ki, çoxbucaqların perimetrləri nisbəti elə uyğun tərəflər nisbətinə bərabərdir. Yəni, oxşar çoxbucaqların perimetrləri nisbəti, yəni P1 bölünsün P2 bərabərdir A1 bölünsün A2-dir. Deməli, perimetrlər 1/8 nisbətindədir. Onda kiçik çoxbucağın perimetri x desək, böyük çoxbucağın perimetri 8x olar. Və perimetrlər cəmi 54 olduğundan 9x bərabərdir 54. X bərabərdir 6 olar. Cavab 6 B variantı. Fx və Gx qarşılıqlı tərs funksiyaları üçün f0 bərabərdir 3, f3 bərabər 9 olarsa f0 üstəgəl G9 cəmini tapın. f0 üstəgəl f daha doğrusu G9 bərabərdir. f3 olacaq çünki f0 3-ə bərabərdir. Bunun yerinə 3 yazacağıq. Üstəgəlsi G9 f3 9-a bərabərdir. Onda G f-in tərsi olduğundan G9 da 3-ə bərabər olacaq. 9 plus 3 12. Cavab A-dır. ABCD rombunun 3 daxili bucağının cəmi 290 dərəcədir. Onun böyük bucağını tapın. Rombun daxili bucaqlarının cəmi 360 dərəcə olduğundan 360-dan 290-ı çıxsaq alırıq 70 dərəcə. Deməli, rombun bucaqlarından biri 70 dərəcə olacaq. Qarşı bucaqlar bərabər olduğundan digər bucaqda 70 dərəcədir. Bir tərəfə bitişik bucaqların cəmi 180 dərəcə olduğundan 180 çıx 70 bərabərdir 110 dərəcə olar. Deməli, rombun böyük bucağı 110 dərəcədir. Cavab Y. N-in neçə natural qiymətində 2n-6 ifadəsi n plus 5 ifadəsindən kiçik olar. Yəni 2n-6 kiçikdir n plus 5. Buradan n kiçikdir 11. Deməli, n 11-dən kiçik olmalıdır. Natural ədəddir. 1-dən böyük bərabərdir. Deməli, n-in 10 qiymətində cavab C variantı. A çoxluğunun elementlərindən təsadüfi olaraq biri seçilir. Bu ədədin mürəkkəb ədəd olması ehtimalını tapın. Bu çoxluğun elementləri sayına baxsaq, n-a bərabərdir. Deməli, 3, 6, 9, 10-dur. 10 element vardır. Onlardan mürəkkəb ədədlər hansılardır? Deməli, 4, 8, 9, 10, 12 və 15-dir. Deməli, 6 ədəd mürəkkəb ədəddir. Təsadüfi olaraq biri seçilirsə, deməli,
Bu ədədin mürəkkəb olması ehtimalı 10-da 6 olacaq. Yəni 0,6 cavab D-dir. Sinus 119 dərəcə bərabər də A olarsa, kosinus 119-u A ilə ifadə edin. Biz bilirik ki, sinus kvadratı alfa üstə gəl kosinus kvadratı alfa bərabərdir 1-dir. Deməli, sinus kvadratı 119 dərəcə üstə gəl kosinus kvadratı 119 dərəcə bərabərdir 1. Sinus 119 dərəcə A olduğundan A kvadratı üstə gəl kosinus kvadratı 119 bərabərdir 119 dərəcə bərabərdir 1. Buradan kosinus 119 dərəcə bərabərdir plus minus kök altında 1 minus A kvadrat olacaq. 119 dərəcə ikinci rübün bucağı olduğundan kosinus ikinci rübdə mənfidir. Kosinus bilirik ki, birinci və dördüncü rübdə müsbət, 2 və 3-də mənfidir. Ona görə də cavab mənfi kök altında 1 minus A kvadratı olacaq. Cavab A-dır. Üçbucaq ABC-də BK təm bölən AK 6, BC x plus 2, AB x plus 5, KC x'tir. Buradan biz BC'ni tapmalıyıq. Təm bölənin xassəsinə görə deməli x plus 5 bölünsün 6 bərabərdir x plus 2 bölünsün x-ə. Buradan x kvadrat plus 5x bərabərdir 6x plus 12. X kvadrat çıx x çıx 12 bərabərdir 0. Buradan da Viet teoreminə görə x1 4, x2 mənfi 3'dür. KC parçasının uzunluğu təbii ki mənfi 3 ola bilməz. Cavab 4'dür. Yəni KC 4'dür. BC x plus 2 olduğundan, x 4 olduğundan bunu nəzərə alsaq, BC 6 olacaq. Cavab 6'dır. D variantı. Sadələşdirin. 2x kvadrat çıx 18 bölünsün x minus 3. Üstə gəlsin 1 minus 2x. Sürətdən 2'ni vurub çıxarsaq 2 vurulsun x kvadratı çıx 9 bölünsün x minus 3. Üstə gəlsin 1 minus 2x bərabərdir. X minus 9 ilə x minus 3, x kvadrat çıx 9 ilə x minus 3 ixtisar gedəcək, qalacaq 2 vurulsun x plus 3. Üstə gəlsin 1 minus 2x. Bu ifadəni də sadələşdirsək bərabərdir 2x plus 6 çıxır, üstə gəl 1 minus 2x. 2x'lər islah olar, cavab 7 Y variantı. Kökətdə 21 və 3-cü dərəcə kökətdə 21 ədədlərinin tam hissələrinin cəmini tapın. Kökətdə 21 4 və 5 arasındadır. Deməli bunun tam hissəsi 4'dür. 3-cü dərəcədən kökətdə 21 isə 2 və 3 arasındadır. Deməli onun tam hissəsi 2'dir. 4 plus 2 bərabərdir 6 A variantı. Bucaqları ədədi silsilə əmələ gətirən düzbucaqlı üçbucağın kiçik medianı 4,5 cm olarsa hipotenuzu tapın. Deməli, bucaqlardan birinə A1 desək, digəri A2, digəri A3 olsa, A1 plus A2 plus A3 180 dərəcə olmalıdır. Buradan A1 və A3'ün yerinə 2 A2 yazmaq olar. 2 A2 üstə gəl A2 bərabərdir 180. Buradan A2 bərabərdir 60 dərəcə olar. Yəni düzbucaqlı üçbucaqdır. Bucaqlarından biri 60 dərəcədir. Onda digəri 30 dərəcə olacaq.
Üçbucağın kiçik medianı 4 tamam. Yəni kiçik median böyük tərəfə çəkilən mediandır. Yəni hipotenuza çəkilən median 4,5 cm-dir. Onda hipotenuz 9-dur. Bilirik ki, median hipotenuzun yarısıdır. Deməli cavab B-dir. Y bərabərdir mx çıx 6 düz xətti üzərindəki AX Y nöqtəsi apsis oxuna nəzərən B2 -3 nöqtəsinə simmetrik olarsa M-i tapın. Deməli AX Y nöqtəsi B2 -3 nöqtəsinə simmetrikdir və apsis oxuna nəzərən. Apsis oxuna nəzərən simmetrikdirsə, deməli A nöqtəsi 2 3 nöqtəsi olacaq. Yəni x olduğu kimi qalır, y əksinə dəyişir. Deməli apsis oxuna nəzərən, x oxuna nəzərən nöqtələr simmetrikdirsə, onların y-ləri əksdir, x-lər isə eynidir. 2 3 2 -3. Deməli A2 3 nöqtəsi isə bu düz xətt üzərindədir. 3 bərabərdir 2m çıx 6. 2m bərabərdir 9. M bərabərdir 4,5 olar. Cavab Y-dir. X kvadrat çıxılsın AX plus B bərabər 0 tənliyinin kökləridir. 1/x1 plus 1/x2 bərabər 5 və A plus B bərabər 12 olarsa AB hasilini tapın. Viyyət teoreminə görə x1 plus x2 A-ya bərabərdir. x1 vur x2 isə B-yə bərabərdir. Bu ifadədə ortaq məxrəc isə x1 vur x2 sürətli olacaq. x2 plus x1 bərabərdir 5. x1 x2-nin cəminin əvəzinə A, hasilin əvəzinə isə B yazsa, A bölünsün B 5-ə bərabərdir. Onda A bərabərdir 5B alırıq. Bunu ikinci verilən bu ifadədə nəzərə alsaq, A-nın yerinə 5B yazsaq, 6B bərabərdir 12, B bərabərdir 2 alırıq. B 2-dir, A 10-dur, AB isə 20-yə bərabərdir. Cavab 20-dir. Uyğun tərəfləri perpendikular olan bucaqların birinin 20%, digərinin 70%-nə bərabərdir. Kiçik bucağın dərəcə ölçüsünü tapın. Bu bucaqların birini x, digərini y ilə işarə etsək, 0,2x bərabərdir 0,7y olar. Yəni 2x 7y bərabərdir. X bərabərdir 7k. Y isə 2k olacaq. Uyğun tərəfləri perpendikular olan bucaqlar ya bərabərdir, ya da onların cəmi 180-dir. Bu halda təbii ki, bucaqlar bərabər ola bilməz. Onların cəmi 180 olmalıdır. 9k bərabərdir 180, k bərabərdir 20. Kiçik bucaq 2k olduğundan olacaq 40 dərəcə. Cavab 40. Sadələşdirin. Burada çevirmə düsturlarını tətbiq etməliyik. Sinus pi bölü 2 minus alfa kosinus alfadır. Kosinus pi minus alfa mənfi kosinus alfadır. Tangens 3pi bölü 2 plus alfa mənfi tangens alfadır. Üstə gəl deməli. Daha doğrusu kotangens alfadır. Ad dəyişir. Kotangens alfa olur. Vurulsun tangens alfa. Kosinus alfalar islah olacaq. Kotangens vur tangens də 1 olduğundan cavab 1-ə bərabərdir. Yan tərəfi 15 cm və oturacağının biri digərindən 4 dəfə böyük olan bərabər yanlı trapesiyanın daxilinə çəkilmiş dairənin sahəsini tapın. Yan tərəfi 15 cm. Oturacağının biri digərindən 4 dəfə böyükdür. Deməli, kiçik oturacaq x, böyük oturacaq 4x-dir. Daxilə çevrə çəkilmişdirsə, onda qarşı tərəflərin cəmi bərabərdir. Yəni 5x bərabərdir 30. X bərabərdir 6 olacaq.
Deməli, böyük oturacaq 24, kiçik oturacaq 6-dır. Dairənin radiusu isə trapesiyanın hündürlüyünün yarısıdır. Yəni, hündürlük diametrdir. Hündürlüyü buradan çəksək. Deməli, 24 çıx 6 böl 2 9 olacaq. Hündürlüyün ayırdığı hissələr, kənardakı hissələr, ortada təbii ki 6-dır. Deməli, belə bir trapesiya 6, 6, 9, 9, yan tərəflər 15-dir. Pifagor teoreminə görə biz hündürlüyü tapa bilərik. H kvadratı üstəgəl 9-un kvadratı 15-in kvadratıdır. Buradan H bərabərdir 12 alırıq. Deməli, radius 6 olacaq. Cavab 6-dır. Bağın müxtəlif rəngli 6 karandaşı 3 döstü arasında bərabər olmaqla neçə üsulla bölə bilər? Bağın müxtəlif rəngli 6 karandaşı 3 dostu arasında bərabər olmaqla neçə üsulla bölə bilər? Deməli, bizdə 6 müxtəlif karandaş vardır. Karandaşları A, B, C, D, Y və F ilə işarə edək. Və 3 dost arasında təbii ki, bunu 2-2 bölə bilərik. Yəni, 2 karandaş, 2 karandaş və 2 karandaş. Hər birinə 2 karandaş verəcəyik. Birinci 2 karandaşı biz kombinizon 6-dan 2 üsulla seçə bilərik. İkinci 2 karandaşı isə yerdə qalan karandaşlar arasından seçərik. Yəni, kombinizon 4 əsasdan 2. Kombinizon 4-dən 2 daha doğrusu. Növbəti ikincisi artıq seçməyə ehtiyac yoxdur. Yerdə 2 karandaş qalacaq. O isə üçüncü dostun olacaq. Yəni, birinci dostu bu üsulla seçə bilərik. İkinciyə bu qədər üsulla. Üçüncü isə bir üsulla təbii ki. Bunları vursaq, deməli, üsulların sayını tapa bilərik. Kombinizon 6-dan 2, 6 vurulsun 5 bölünsün 2-dir. Kombinizon 4-dən 2 isə 4 vurulsun 3 bölünsün 2-dir. Bərabərdir. 15 vur 6, 90. Deməli, bunu 90 üsulla etmək olar. Cavab 90-dır. ABCD paralleqramın A və D bucaqlarının təməlləri 6 cm və 5 cm olub paralleqramın BC tərəfi üzərində kəsişirlər. Paralleqramın sahəsini tap. Paralleqram çəkək. A, B, C, D. Təm bölənlər çəkək. Alfa işarə edək. Təm bölənlərin böldüyü bucaqları beta yazaq. Təbii ki, 2 alfa üstəgəl 2 beta 180-dir. Alfa plus beta 90 dərəcə olacaq. Onda bu BC üzərindəki nöqtəni Y ilə işarə etsək, Y bucağı 90 dərəcə olacaq. Yəni, bu düz bucağı olacaq. AY 6, DY 8 olsun. Şərt əsasən. Onda biz ABCD paralleqramın sahəsini tapmaq üçün bu üç bucağın sahəsini tapıb 2-yə vurarıq. Çünki bu sahə paralleqramın sahəsinin yarısıdır. 6 vur 8 böl 2 üç bucağın sahəsi olacaq. S, A, Y, D. Yəni 24 olacaq. Onda S, A, B, C, D 24 vurulsun 2 bərabərdir 48 olar. Başqa üsulla AD-ni tapıb təbii ki biz AD-ni tapardıq. AD 10-dur. Hündürlüyü tapmaq olar. Hündürlük 6 vur 8 böl 10, yəni 4,8-dir. 10 vur 4,8-dən də tapmaq olardır.
Yəni paralleqramın sayısı 48'dir. Cavab 48. A-ın ədədi silsiləsində 6-cı həddi 2-ci həddə böldükdə 2, 7-ci həddi 3-cü həddə böldükdə isə natamam qismətdə 2, qalıqda 5 alınır. A5-i tapın. Deməli, A6 bölünsün A2 bərabərdir 2-yə. A7 bölünsün A3 bərabərdir 2, qalıqda 5. Deməli, A6 bərabərdir 2A2. A7 bərabərdir 3A2. Üstə gəl 5. Daha doğrusu 2A2. 2A2. 2A3. 2A3 olacaq. Tərəf-tərəfə çıxsaq, biz burada silsilə fərqini tapa bilərik. Çünki A7-dən A6-nı çıxsaq D olacaq. 2A3-dən 2A2 çıxanda 2D olacaq. Üstə gəl 5 alırıq. Deməli, D bərabərdir -5 alırıq. D -5'dir. Bizə A5 lazımdır. Bunu hər hansı bir bərabərlikdə nəzərə alsaq, buradan A1'i tapa bilərik. A6 A1 plus 5D'dir. A2 isə A1 plus D olduğundan 2A1 plus 2D olacaq. D'nin qiymətlərini bilirik. Buradan A1 bərabərdir 3D alırıq. O da bərabərdir -15 olur. A5 bərabərdir A1 plus 4D olduğundan -15 plus -20, yəni -35 olar. Cavab -35. Yəni, əvvəlcədən A1D'yə də keçib təhlillər sisteminin köməyi ilə də təbii ki, yazmaq olardı. X plus 2 vurulsun Y plus 2 bərabərdir 12. X plus Y bərabər 3 təhlillər sistemindən X, Y hasilini tapın. Birinci tənlikdə mötərizələri vurub açsaq, X, Y plus 2X plus 2Y plus 4 bərabərdir 12. X, Y üstə gəlsin 2 vurulsun X plus Y bərabər 8. X plus Y 3 olduğundan X, Y plus 6 bərabər 8. X, Y bərabərdir 2 alırıq. Cavab 2'dir. A parametrinin hansı qiymətlərində -2x kvadrat AX minus A ifadəsi yalnız mənfi qiymətlər alar? Yalnız mənfi qiymətlər alması üçün deməli, ümumi AX kvadrat plus BX plus C ifadələri üçün, yəni kvadrat üçəddi üçün A mənfi, D mənfi olmalıdır. Yəni qrafik olaraq göstərsək, bu parabola qollar aşağı və X oxundan aşağıda yerləşməlidir. Yəni həmişə mənfi qiymətlər olmalıdır. Bizdə təbii ki, X kvadratın əmsalı mənfidir. Deməli, diskriminantı mənfi eləməliyik. Diskriminant A kvadrat çıxılsın 8A kiçikdir 0 olacaq. Burada A-nı vurub çıxarsa A minus 8 kiçikdir 0. 0 və 8'i qeyd eləsək, 8'dən sonra ifadənin qiyməti müsbətdir. 0-8 arasında mənfidir. 0-dan solda isə ifadənin qiyməti müsbətdir. Bizə mənfi olan hissə lazımdır. Deməli, A 0-8 aralığına daxil olmalıdır. Cavab 0-8 intervalı. Qabda 5 alma və 3 armud var. Bu meyvələrdən təsadüfi olaraq 3'ü seçilir. Bu meyvələrdən ən azı ikisinin
alma olması hadisəsinin ehtimalını tapın. En az ikisi ne demektir? Yani 3 meyve seçilir. En az ikisi o demek ki ikisi veya her üçü alma olsun. Yani 2 alma, 1 armut veya 3 alma. Yani üçü de alma olsun. En az ikisi. Burada əks hadisənin ehtimalı ilə də bunu tapa bilərik. Bu daha asan olar. Bu hadisənin əksi o deməkdir ki, daha doğrusu eyni şey olacaq. Yəni əks hadisə odur ki, biri hər üçü armud ola bilər. Bu hadisənin əksi hər üçü armud və yaxud da biri alma, ikisi armud. Ona görə də fərq eləmir. Elə bu üsulla tapa bilərik. 2 alma, 1 armud veya 3 almanın neçə üsulla seçə bilərik? 2 almanın, 1 armudu. Almaların sayı 5 olduğundan kombinizon 5'ten 2. Vurulsun armud 1 olduğundan kombinizon 3'ten 1. Üste gəlinsin kombinizon 5'ten 3. Bu mümkün, daha doğrusu əlverişli halların sayıdır. Mümkün halların sayı ise kombinizon 8'den 3'tür. Onda bu hadisənin ehtimalı bu kəsirinin qiymətinə bərabər olacaq. Kombinizon 8'den 3. 8 vurulsun 7 vurulsun 6 bölünsün 3 faktorialdır. Kombinizon 5'ten 2. 5 vurulsun 6 bölünsün 2'dir. 3'ten 1 3'tür. 5'ten 3 ise yine 5 vurulsun 4 vurulsun. Burada üzür işte burada 4 olacak. 5 vurulsun 4 bölü 2. 5 vurulsun 4 vurulsun 6 bölünsün 3 faktorial olacak. Daha doğrusu 2 5 vurulsun 4 vurulsun 3 bölünsün 3 faktorial beraberdir. Beş vurulsun 4 bölü 2 10 eləyəcək. 10'u 3'e vursam 30 üste gel. Burada 5 vur 4 20 20'ni 3'e vursak 60 66'ya bölsək 10 olacaq. Aşağıda 3 faktorial 6 ilə ixtisar gedəcək. Burada olacaq 56. 56'da 40 alırıq. 8'e ixtisar eləsək 7'də 5. Və bu hadisənin ehtimalı 7'də 5'e bərabərdir. Şəkildə verilən ABCD kvadratında CL 30, LD 10, DM perpendikulardır. BM olarsa ABMD dörtbucaqlısının sahəsini tapın. CL 30 LD 10'dur. Onda ABCD kvadrat olduğundan BC 40'dır. Pifagor teoremine göre BL kök altında 40'ın kvadratı üstə 30'un kvadratı. Yani bu Pifagor ədədləridir. Elə 3, 4, 5'i 10'a vurmaqla da almaq olardı. 50 olacaq. Üçbucaq BSM oxşardır. Üçbucaq LMD
Çünki bucaqların biri 90-dır, hər ikisində qarşı bucaqlar bərabərdir. Digər bucaqlar da eyni olacaq. Deməli, onda oxşarlıq əsasən biz B-ni tapmışıq, 50-dir. Oxşarlığa əsasən deyə bilərik ki, 50 bölünsün 10 bərabərdir 30 bölünsün LM və 40 bölünsün MD. Buradan LM yəni 5 dəfə kiçik olacaq. 30-dan 5 dəfə kiçik ədəd 6-dır. MD isə 8-dir. Yəni 6, 8, 10. Bucağını alırıq. Təbii ki, AD bizdə 40-dır. AB də 40-dır. Onda S A B M D bərabərdir S A B L D üstə gəl S üçbucaq L M D. Bu da bərabərdir. Birinci S A B L D trapesiyadır. Trapesiyanın sahəsi oturacaqlar cəmi, yəni 10 plus 40 10 üstə gəlib 40 bölü 2 vur H. H da 40-dır. Üçbucağın sahəsi isə düzbucaqlı üçbucağın sahəsi katetlər arasının yarısıdır. 6 vur 8 bölü 2'dir. Buradan 1000 üstə gəl 24 1024 alırıq. Deməli, sahə 1024'dür. Əkin sahəsinin birinci və ikinci traktor birlikdə 4 sahada, ikinci və üçüncü traktor birlikdə 6 sahada, birinci və üçüncü traktor birlikdə 8 sahada şumlayırsa, bu 3 traktor birlikdə bu əkin sahəsini neçə sahada şumlayar? Deməli, birinci traktor təklikdə bu sahəni A sahada, ikinci traktor B sahada, üçüncü traktor isə C sahada şumlayırsa, onda bir sahada birinci traktor A'da bir hissəsini, ikinci traktor B'də bir hissəsini, birinci və ikinci birlikdə 4 sahada hazırladığına görə, 4 sahada şumladığına görə 4də bir hissəsi olacaq. Eyni qayda ilə ikinci və üçüncü, yəni B'də 1 üstə gəl C'də 1 bərabərdir 6'da 1 olacaq. Və birinci və üçüncü traktor, yəni A'da 1 üstə gəl C'də 1 bərabərdir 8'də 1 olacaq. Buradan tərəf-tərəfə toplasaq 2 vurulsun A'da 1, B'də 1, C'də 1 bərabərdir 4'də 1, 6'da 1, 8'də 1 ortaq məxrəc 24'dür. 24'dən 6 üstə gəl 4 üstə gəl 3, yəni 24'də 13 olacaq. Onda A'da 1 üstə gəl B'də 1 üstə gəl C'də 1 bərabərdir 48'də 13 olacaq. Deməli, bir sahada bu 3 traktor sahənin 48'də 13 hissəsini şumlayırsa, onda 48 böl 13 sahada da sahəni tam şumlayar. Yəni 3 tam 13'də 9 sahada. Yaxud da 13'də 48 sahada da deyə bilərik. Cavab 13'də 48 və ya 3 tam 13'də 9.